Ümumiyyətlə, dəvətdə ən gözəl dəvət nədir? Allahın ayələrini insanlara oxumaqdır. Sizə 2 dənə qıssa danışacağım. Baxın, görün ki, bu ayələr kimlərin qəlbini dəyişib. Kimlərin qəlbini dəyişib. Və Peyğəmbər sallallahu aleyhi ve sellem necə Quran-ı Kərimdə insanlara, necə Quranla insanlara dəvət edib. Onlardan birincisi sahabədir. Və sahabənin adı Cübeyr ibn Mut'im radiyallahu. Böyük sahabələrdəndir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm əsirləri dəvət eləmək üçün çox vaxt cəmaat namazlarını gəlib əsirlərin yanında qılardı. Elə məscidin yanına gətirərdi əsirləri. Əsirlər gəlib, o müşrik əsirlər orada dayansınlar. Namaz qıldığı zaman o ayələri onlar eşitsinlər. Və Cübeyr ibn Mut'im də Bədir döyüşündə əsir düşmüş müşrikləri fidyə verib aparmaq üçün gəlmişdi Məkkədən. Gəlmişdi ki, o əsirlərə pul versin, fidyə versin, əsirlərin pulunu qaytarsın. Və təsadüf edir məğrib namazının vaxtına. Və Peyğəmbər sallallahu aleyhi ve sellem məğrib namazında Tur surəsini oxuyurdu. Və bu ayələri eşidir. Allah sonra ki, Əm xuliqu min qayri şeyin əm humul xaliqun. Əm xalaqus səmavatu vəl ard bəl la yuqinun. Əm indahum xazainu rabbika əm humul musaytirun. Bu ayələri eşidir. Fikir ver, nə Allah Rəsulunu dəvət eləyib, nə bir müsəlman onu dəvət, heç kəs onu dəvət etmir. Sadəcə ayələri eşidir. Allah Subhanahu taala deyir ki, ayələrdə ki, yoxsa onlar heç bir şey olmadan mı yaradılıblar? Heç kəs onları yaratmır. Yox idi elə bir şey ki, onlar yaradan. Və yaxud da onlar özlərini mi yaradıblar? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar. Yoxsa Rəbbinin xəzinələri onların yanındadır. Yoxsa onlar hökm sahiblərdir. Yəni, bunlardan biri olmalısan da sən. Ya səni kimsə yaratmalıdır, ya Allahdan başqa. Yoxdur elə bir kəs. Və yaxud da sən özünü yaratmalısan. Sən özünü necə yarada bilərsən ki, sən yox idin, yoxluq, varlığı necə yarada bilər? Və yaxud da ki, səmaları və yerin yaradılması sənin əlində olmalıdır. Və yaxud da ki, sən onlarda hökm sahibi olmalısan. Cübeyr ibn Mut'im deyir ki, bu ayələri eşidəndə az qaldı ki, qəlbim uçsun. Çünki qəlb təsirlənir Allahın ayələrindən, dağıdır, oradakı pərdəni götürür. Və həmçinin də deyir, ilk qəlbimə girən anda deyir, iman oldu. İman gətirir. Gəl Allah Rəsuluna şəhadət gətirir. Fikir ver, nə Allah Rəsuluna dəvət eləmişdi, nə sahab, heç kəs.